Metronun yanında ipoteka yararlı və belə gözəl qonaq otağı olan bir mənzili sizə təqdim edirəm. Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Gözəl əşyalı bir mənzildir. Yeni təmir olunub, təmirdən də sonra mənzildə bir gün belə yaşayış olmayıb. Mən mənzildə olan hər bir şeyi hər zaman olduğu kimi sizin nəzərdə çatdıracağam. Siz isə videonun sona qədər izləyin. Mənzil haqqında da fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Başlayırıq həmişə olduğu kimi mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızda, daxil olduqda sağ tərəfdə burada belə bir güzgü yerləşdirilib. Bu hissəsi şkafdır, açarıq. Üzbəüz belə dizayner olan tablolarımız yerləşdirilib. Girişdə işıqlandırmada spotlardan istifadə olunub, əlavə olaraq bura işıqlar da yerləşdirilib. Döşəmə qranitli isti döşəmə ilə təchiz olunub. Gözəl, işıqlı, ürəkaçan bir mənzildir. Ümumilikdə də açıq rəngli divar kağızlarına istifadə olunub. Otaqların yerləşməsi sizin nəzərinizə çatdırın. Burada yerləşir mənzilin sanitar qovşağı, mətbəximiz, buranı gördünüz. Qonaq otağı, orada isə mənzilin yataq otağı yerləşir. Başlayaq qonaq otağından. Gözəl, demək kvadrat şəklində qonaq otağımız var. Dediyim kimi necə görürsünüz elə satılır. Bütün mebellərlə birlikdə və burada nə var olar sizə göstərim. 6 nəfərlik masamız yerləşdirilib. Bu hissədə pərdələr asılıb, kondisioner kimi qoyulub hazırdır. Bu hissədə böyük küçük divanımız mərkəzində jurnalli. Tavan hissəni göstərim sizə. Mərkəzdə lüstr, gizli işıq, spotlar. Bu hissədə də eyni ilə və dediyim kimi mənzil işıqlı, gün düşən mənzildir. TV stendimiz burada yığılıb. Sağ və aşağı hissəsi şkafdır. Buraya aksesuarlarınızı, istədiyiniz əşyanı yerləşdirə bilərsiniz və bu da qonaq otağına əlavə gözəllik verəcək. Burada mənzilin eyvanına çıxış var. Həm buradan, həm də yataq otağından. Ümumi olaraq göstərirəm, geniş divanı var. İstir-istəyim kombi radiatorda aparatda quraşdırılıb. Tam hazır vəziyyətdədir. Keçək, mən sizə göstərim mənzilin digər otaqlarını elə bu hissədə yerləşir mənzilin. Yataq otağı, buranın da ölçüsü yaxşıdır, genişdir. Ən əsası otaqlar kvadrat şəklindədir, yəni dar uzun otaqlar deyil. Burada da dediyim kimi bayaqki eyvana buradan da çıxış var. Yataq dəstimiz tam olaraq yığılıb, göstərdim sizə mərkəzdə. Deməli bu hissədə taxtımız, arxasında bura işıqlar, yenə də kondisioneri var. Bu hissədə make-upımız və burada da şkaf yığılıb. Handa içərisini göstərim. Tam sizdə təsəvvür yaransın mənzil haqqında və tam axıra kimidir. TV, internet çıxış burada nəzərə alınıb. Tavan hissəni də göstərim. Ümumi olaraq üstü spot hər bir şey hazırdır və bu hissədə də yenə şkaf var. Burada əşyalarınızı yerləşdirə bilərsiniz. Keçək, mən sizə göstərim mənzilin sanitar qovşağını. Burada yerləşir. Tam olaraq hazırdır. Bütün aksesuarlarla təchiz olunub. Sol tərəfdə duş kabinimiz yığılıb. İçərisi də kifayət qədər genişdir. Qara rəngli aksesuarlardan istifadə olunub. Ümumilikdə və maraqlı teksturalı qranitlər seçilib. Mümtaz, moydadır, hər bir şey var və burada təbii ki isti döşəmə ilə təchiz olunub. Keçək, mən sizə göstərim mənzilin mətbəxini, sonra qiymət və digər məlumatları nəzərinizə çatdıracağam. Burada yerləşir, mətbəxin də ölçüsü kifayət qədər genişdir. İlk öncə onu deyim ki, girişdə olan isti döşəmə burada da davam etdirilib. Yeni mətbəx mebelimiz yığılıb və maraqlı rənglərdən istifadə olunub. Yuxarı hissə və bu hissələr hamısı şkafdır, soyuducunun yeri burada nəzərə alınıb. Qaz peçi aspirator qoyulub hazırdır. Üst hissəsi mərmərdir. Burada 6 nəfərlik masamız yerləşdirilib və burada da kondisioner var. Ümumiyyətlə bütün otaqlarda kondisioner var. Qonaq otağı, yataq otağı və mətbəxdə. Və otaqlarda dediyim kimi hamısı kvadrat şəklindədir, dar uzun otaqlar deyil. Yəni ümumilikdə ürəkaçan mənzildir. Belə, mən demək olar mənzildə olan hər bir şeyi sizin nəzərinizə çatdırdım. Keçək məlumatlara. Yerləşir, dediyim kimi metronun yanında, Həzəson metrosunun düz çıxışındadır. Yeni binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş 2 otaqlı mənzildir. Ölçüsü 80 kvadratdır. Gördüyünüz şəkildə bütün mebellərlə birlikdə satışdadır. 17 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. Sənədlərdə qaydasındadır çıxarış, yəni kupça da var və mənzilin start olaraq qiyməti 217 min manat təyin olunub.
Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.